sandım adım sanım Azerbaycanım. Seni sandım şeref şanım Azerbaycanım. Halal sana halal canım Azerbaycanım. Kurban olsun sana canım Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim sen beterim sen Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim sen beterim sen Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım Azerbaycanım. En teze ter gülüm benim Azerbaycanım. Şirin şeker sözüm benim Azerbaycanım. Dost çörekli elim benim Azerbaycanım. İlk beşiğim son menzilim Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim sen beterim sen Azerbaycanım. Olmasın benim sensiz bir anım. Sen benim sen beterim sen Azerbaycanım. Ezemin vanım sen sana yanım. Yüreğim canım 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 Azerbaycanım. Yüreğim canım Azerbaycanım. Yüreğim O dövlətlerde ictimai siyasi sabitliği hansı şekilde oluyor? O dövlətlerde vəziyyət necə də acınacaqlıdır. Bugün valideynlər var burada. Valideynlər üçün övladdan dəyərli heç bir anlayış ola bilmir. En böyük səmimi sevgi dünyada Allah'tan sonra övladın, valideynin övladı olan sevgisi, məhəbbəti, hörməti və diqqəti. Və biz məhz belə bir şəraitdə bu dünyaya nəzər salanda görürük ki, həqiqətən də dünyada gedən proseslər, insanların ictimai siyasi sabitliyinin pozulması, insanların yaşayışının pozulması, bir yaşayış ənənəsinin pozulmasının ən böyük zərərini, ən böyük əziyyətini uşaqlar çəkir. Günahsız uşaqlar. İnternetlə hamınız yaxın təmasdasınız. Bəzən internetdə müəyyən şəkillər və videoroliklər paylaşılır ki, insanın ürək ağrısıyla o görüntüləri izləyir. Bu yaxınlarda Hələb şəhərinin bombalanmasında bir uşağın görüntüsü həqiqətən də məni çox üzdü. Bir təcili yardım maşınında bir uşaq dağıntıların arasından çıxarılır, bütün üst başı gözündən qan axır, bütün üst baş
belə deyim, o tozun, torpağın, o daş qırıntılarının içində və o uşaq aciz bir şəkildə orada olur. İnanın, ilk beynimə gələn, ilk fikrimə gələn, ilk düşüncəmə gələn Allah heç bir Azərbaycan övladını bu imtihanla imtihan etməsin. Heç birimizi o ürək ağrısıyla imtihan eləməsin ki, bir Azərbaycan övladını, bir Azərbaycan oğlunu və yaxud da qızını biz o görüntüdə görək. Bu bizim fəlakətimiz olar, bu bizim sabahımızın təhlükəsidir. Və bugün sadəcə o dövlətlərin o vəziyyətlə üzləşməsinin ən başlıca səbəblərindən biri bizsinlər. Çünki vaxtı ikən bu məsələlərə dırnaq arası yanır. Vaxtı ikən oradakı məmurlar, oradakı bu işdən məsul şəxslər, oradakı din xadimləri, oradakı dini icma səhvləri vaqeət yanaşırlar. Sizin kimi gəlib uşaqlarla halbahal, həsbihal edən insanlar olmuyor. Sizin dərdinizlə maraqlanılan kimi orada maraqlanmıyorlar. Uşaqların dini düşüncəsi nədir? Uşaqların dinə münasibəti nədir? Əxlaqa münasibəti nədir? Sabahlarını necə görürlər? Onunla maraqlanan olmuyor. Dövlətin ola bilər iqtisadiyyatı yüksək inkişaf edə bilər. Amma dövlətin mənəvi dayaqları zəif olanda o dövlətin axırı uçurmayı. Onların məsələn idmançıları o bayrağı ucalda bilmir. Amma biz bu xoşbəxtli ilə bugün qarşı-qarşıyıq. 91-ci ildən bu müstəqillik yerdən bərpa olunur və yeri gəlmişkən qarşıda 18 oktyabırda bir qeyd edəcəyik bu müstəqilliyimizin bərpasını və fürsətdən istifadə edərək birdən də sizin hər birinizi təbrik edirəm. Hər birinizə müstəqilliyimizə hürmət eləmək arzulayacağım. Və bugün dünyada qayıdıram ömrüdəki məsələlər arası gərginlik, dinlər arası münasibət, ekstremizmin gətirdiyi nəticələr ortadadır. Əgər biz bu məsələdə nümunələr görməsək, sanki bilirsiniz nəyə bənzəyir, bir dağılmış bir şəhər görməsəniz, sizdə dağılmış şəhəri nə qədər təsvir edilməsinlər, sizin üçün mücərrəd olar. Amma bugün internet vasitəsilə, sosial şəbəkələr, kütləvi informasiya vasitələrinin vasitəsilə gelin, baxın, görün o ölkədə ki, birlik yoxdur, bərabərlik yoxdur, qardaşlıq yoxdur, o ölkələrin aqibəti necədir və onların sonu necədir? Bəzən bir evi tikmək, baxın, adi bir evdən götürün. Hər birimizin evi var, Allah milli mənəvi dəyərləri qorumaq üçün, gələcək nəsillərə çatdırmaq üçün bugün səhər saat 8-dən məsələn İrşad müəllim burada qaçır. Direktorumuz Namiq müəllim can qoyur ki, siz bu mövzunu eşidəsiniz. Biz bu mövzunu 20 nəfər, 30 nəfər həyatını yaşamış, ömrünün çoxunu artıq sərf etmiş insanlarla oturub müzakirə edib, formal olaraq bu tədbiri keçirtdik deyib, çıxıb gedə də bilər. Amma bizim dərdimiz var. Bir var, insanın dərdi olsun, insanın məqsədi olsun, məramı olsun. Mənim şəxsən bir ilahiyyatçı kimi, mənəm də ilahiyyatçıyam, dövlət məmuru olub, qoyaq bir qrama. Mən sadəcə bir ilahiyyatçı, dinşünas mütəxəssis. Mənim dərdim odur ki, gələcəkdə sizin kimi şagirdlər bu bəla ilə üzləşməsinlər. Gələcəkdə sizin valideynləriniz sizinlə imtihan olmasınlar. Sizi rahat instituta girməyinizi, ali məktəbə qəbul olmağınızı, onu müvəffəqiyyətlə bitirməyinizi görsünlər, sevinsinlər. Siz də sabah mənim kimi qarşınızda danışdığım bu mövzuları vaxt gələr, özünüz valideyn olanda övladlarınıza danışarsınız. Buradakı qızların hər biri sabahın anasıdır. Azərbaycan əskərini siz dünyaya getirəcəksiniz. Başqa analar dünyaya getirməyəcək. Buradakı hər bir oğlan sabah əskərdir. Əskər olandan da sonra bir atadır, bir ailə rəhbəridir. Ailənin başı sağlam olsa o ailə sağlam inkişaf edir. Heç nə demirik. Biz demirik, bu fikirdə olun, o fikirdə olun, dindar olun ya da olmayın, ibadət edin ya da eləməyin. Bu hər kəsin öz işidir. Biz sadəcə deyirik ki, gəlin bu ölkəmizi qoruyaq. Mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Ölkəmizdə 2000-dən çox məscid var. Deməli, biz mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. 17 məscid Sovet dövründə, 2000-dən çox məscid müstəqillik dövründə. Ölkəmizdə təmin olunur ibadət yerləri. Amma kiminsə niyyəti ibadət adı altında bizim uşaqlarımızı zəhərləməkdirsə, biz ona imkan verməyəcəyik. Kiminsə niyyəti ibadət adı altında Azərbaycan ailəsini, Azərbaycan qadınını, Azərbaycan qızını nəyəsə qurban verməkdirsə, biz ona imkan verməyəcəyik.
kimisə niyyəti din adı altında insanların beynini yuyaraq, onların ağlını istifadəsini əlindən alaraq, Quran-ı Kərimin əsas prinsiplərinə zidd gedərək insanları zombiləşdirməkdirsə, din deyil. Quran-ı Kərimdə dəfələrlə, çox ayələrdə məyər düşünmürsünüzmü? deyə müraciət edir. Düşünmək İslamın əsas əmridir, göstəricisidir. İslam hər kəsin ayrı-ayrılıqda ağılla dinə yönəlməsini istəyir. Ağlınızı heç kimə kirayə eləmək bizim dinimizdə yoxdur. Siz sağlam olmasanız, siz bu vətəni qorumasanız, sizdən sonra Azərbaycan yoxdur. Belə bir təəssürat var. Siz bu işin cövhəri, siz bu işin gələcəyi. Bilirəm ki, dərsdən çıxmışsınız, yorğunsunuz, açsınız, müəllimlər sizi bunu dinləməyə gətirirlər. Bəlkə də indi mənim danışdığım sizə ilkin baxışda yorucu bir mövzu kimi gələ bilər. Mən onsuz da bunu bilirəm, bunu nəyə danışırlar deyə gələ bilər. Amma indi bir şey var. Biz bəzən Azərbaycan dilini məktəbdə keçirdik. Universitetə qəbul olandan sonra yenidən biz Azərbaycan dilini təzən keçirilir. İnşallah siz də hər biriniz qəbul olarsınız, görərsiniz ki, bəzi fənləri universitetdə təzən keçirilir. Nəyə keçirilir? Çünki təkrarın insana ziyanı yox. Və biz bugün bunu mütəmadi olaraq təkrar eləməliyik. Çünki əgər sabah təkrar eləməsəydi bir problem çıxsa, bir çətinlik çıxsa, biz onu özümüzə bağışlaya bilmərik ki, biz bunu vaxtında bəlkə 3 dəfə deməliydik, amma bir dəfə dedik. Bəlkə biz hansısa uşağın ürəyində bir sual var idi, bir söz var idi, gəlib görüşünə çıxarıq ki, o dursun desin ki, ay qardaşım, ay hörmətli məmur, ay hörmətli ilahiyyatçı, mənə bu çətin təşəkkür edirəm. Sualı olanlar varsa suallarını ünvanlaya bilərlər. Həm tədbirin sonunda istənilən vaxt burada olduğumuz müddətdə Allah sizi qorusun, Allah sizdən müayət olsun. Hər birinizə təşəkkür edirəm. Namik müəllim, bugünkü bu tədbiri təşkil elədiyinizə görə biz sizə minnətdarıq. Hörmətli məclis iştirakçıları, tədbir iştirakçıları, biz Namik müəllimin, yəni 320 nömrəli məktəbdə Namik müəllimin rəhbərlik elədiyi məktəbdə bunu ilə səhv eləmirəmsə 3-cü məclisdir, 3-cü tədbirli eləyir. Yəni, həmi sizin vaxtınız alır, həmi Namik müəllimin bu ən qızıldan qiymətli vaxtlarından ayrılır. Amma bütün bunlara görə biz sizə çox minnətdarıq. Mənim bir dənə xahişim var. Biz Namik müəllimlə bu tədbiri planlaşdıran vaxtı çox fikirləşdik, çox götür-qoy elədik. Biz əslində Namik müəllimlə razılaşmalıyıq. Məhz Namik müəllimin qeydiyyatları əsasında tədbir büyünə düşdü və mən o cümlədən öz dindarlarımızdan da, məscidimizdə, axundumuza, axund köməkçimizə, imam köməkçisinə elan eləmişdim ki, xahiş edirəm tədbirdə iştirak edirsiniz. Tədbir də gəlib elə bir günə düşür ki, mübarək cümə gününə, yəni cümə namazı gününə. Namik müəllim, sizdən bir axsaqqal kimi bir xahişim var ki, icazə verirsiniz. Bugün bizim məscidimizin imamı tədbirdə iştirak edir. Rəhimli və mərhəmətli olan Rəbbimizin adıyla sözünüzə başlasaq, Rəsulullah Peyğəmbərimizin dediyi kimi Bismillahla başlayan bir işin sonu xeyirli olar. Allah öz kitabını bu məclisdə əsasən şagirdlər və elm, məktəb kollektivinin olduğuna görə bunları söyləyirəm. Öz kitabında ey insan, oxu, iqra, oxu deyə başlayır. Peyğəmbərimizin də bir hədisi var ki, elmə beşikdən qəbrə qədər talib olun, yəni tələbə olun. Mərhum prezidentimiz, liderimiz Heydər Əliyev də nə deyərdi? Deyərdi, təhsil hər bir millətin gələcəyidir. Bu baxımdan oxumaq, öyrənmək şagirdin ən əsas, ən vacib vəzifəsidir. Çünki onun yeməyini, onun qidasını, geyimini Allahın izni ilə valideynləri ona təmin edir. Onun tədrisini, onun oxumasını, onun partasını, onun kitablarını dövlətimiz təmin edir. Onun sinifdə tədris almasını, dərs almasını, onun rahat bir şəkildə məktəbdə tədris almasını, elm öyrənməsini məktəbin direktoru, müəllimlər təmin edir. Yeganə məsələ qalır, hər bir şagird öz üzərinə düşən, Allahın ona verdiyi fürsəti, ömrü doğru düzgün istiqamətdə
xərcləməli, sabah universitet imtahanları üz-üzə qalanda, sabah vətəndaş prinsipi ilə yanaşaraq cəmiyyətə atılanda niyə bu geridə xərclədiyim ömrü israf etdim, boşuna xərclədim deməsin. Və bu tədbirin təşkilatçılığına görə əsəbənizin icmasının sədrinə, icmamıza və məktəbin direktoruna öz insani təşəkkürlərinizi çatdırıram, diqqətinizə görə minnətdarım. Amin. Dar birlikte öz teşekkürümü bildireceğim. Çok sağ olun diyelim. Ve biz həmişə sizinle bir işlemeye lazım. Namık müəllim, öz növbəmdə mən yenə sizə öz minnətdarlığımı bildirirəm. Hörmətli tədbir iştirakçıları, mən bir qeyd elədiyim kimi, biz silsilə tədbirləri keçirdəcəyik. Allah ölkə prezidentimizin canını sağ eləsin və bugünkü tədbirimiz də məhz referendum qabağı düşüb 26-sında inşallah referendumdur. Səslər veriləcək, düzdür, burada gənclər çoxdur, hələ səsi düşməyənlər var. İnşallah 18 yaşından yuxarı olan gənclərimiz hamısı referendumda iştirak edəcək, səs verəcəklər və heç vaxt unutmayaq ki, bizim cənab prezidentimiz, ölkə başçımız heç nəyi nəzərdən kənarda saxlamır. Necə ki, heç nə bugünkü günə qədər nəzərdən kənarda qalmıyor. Dini qurumlarla iş üzrə dövlət komitəsinə yardım və dini qurumlarla iş üzrə dövlət komitəsinin bütün icmalara yardımı məhz bugünkü bizim görüşlərimizin təşkili deməkdir. Bir də qeyd etmək istəyirəm ki, yüngül da olsa çay süfrəmiz var, kimin iştahı, kimin həvəsi varsa bir boya məktəbin müdürünün otağında təşkil olunub. Xahiş edirəm, imkan dairəsində, tutum dairəsində iştirak eləyə bilərsiniz. Çox sağ olun, minnətdarım. Sağ olun. Elə çıxartırsan, elə bükürsən ki, advalar, aparırsan, qoyursan otağa. Buna bir şey olsa, düz 20 dənə tədbirdə iştirak edəcək. İlham, Ayılham, çay süfrəsinə də gəlir. Yəni uşağı elanlar, uşaq biləndə ki, həqiqətən Quranda yoxdur, utandığından dərsə gəlməlidir. Yəni siz bizim uşaqlarımızı əli silahsız qoymayın. Silah verin ki, lazım gələndə... Ona görə də bəs bizim bugün cənab prezidentimizin də gənclərlə, məhz gənclərlə, yəni yaşlı nəsil, Cəmil müəllim qeyd elədi ki, yaşlı nəsil öz ömrünü sürüb, bugünkü günə qədər öyrəndiyin, öyrənib, çay verində orada, iskan yoxdur, yəni, görün bu nə qədər rəhimli, nə qədər düzgün yol tutmuş bir ölkə başçısıdır ki, bugün bu şeylərin təşkilatı üçün bax, prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlər, bütün bunun təşkilatçılığı, bütün bu çəkilişlər, cəmaatın toplanması hamısını öz üzərində götürür ki, xalq maariflənsin, yəni hansı ağzını açsa, biri birindən gözəl danışır. Şimdi gəlsin, danışır, bircə saat öyrətsin İslamımızı. Üçüncü dəfə bizdə danışır, gündə də danışır, mən ona təşəkkür edirəm. Yeni bilgilərdən biri ayrılan dərs sahibində bölümlərin iştirakı çoxaldılması prosesidir. Həm də böyük yaşlılara Daha böyük çatdırmaq, eyni zamanda məlumatı genişləndirmək prosesi gedir. Lakin bizdə təbii ki, yeni prosesi olan şeylər var. Bu məsələ üzrə qoyulur. Həm həyat bilgisi təlimi, həm tarix təlimi. Eləcə də ədəbiyyat fərqlidir. Çünki bizim Nizami, Füzuli, bütün ədəbiyyat müharibələri hamısı dini mövzulara çox gözəl də biliblər. Müharifçi məsələ düşüncəmiz Mirzə Fətəli Osmanlı oxuyur, Cəlil Məmmədli sağlayır. Onlar hamısı dini xurafata, radikalıza qarşı olan tərəfini mütəmadi olaraq təmin edirlər və öz əsərlərinə qoşulur. Məhz xurafata. Eyni zamanda
Nizami Füzulinin əsərlərində bilirsiniz ki, minacatla başlayardı. Allaha Münacat, Allah Peyğəmbər. Allaha Peyğəmbərə bağlı da onların dini düşüncəsinin klassik ədəbiyyatımızda yer almağı, eyni zamanda ədəbiyyat fərqi, tarix fərqi, həyat bilgisi, insan və cəmiyyət, bunlar hamısı birbaşa dini məlumatlarla bağlı fərqlərdir. Ki, bunlarda bu çatdırılmalı, lakin mənim şəxsi öz fikrimi də deyirlər. Bu gün bildiyimiz kimi dini qurumlar üzrə, iş üzrə Dövlət Komitəsinin rəhbərliyi, onların sponsorluğunun sayəsində bizim Müşuqabat Qəsəbə Dini İcmasının sədri Cənab İşaq Süleymanovun köməkliyi sayəsində məktəbimizdə dini radikalizmə qarşı mübarizə ilə bağlı gənclərin maarifləndirilməsi üçün bir tədbir keçirilir. Bu tədbirdə iştirak etdiyinizə görə sizə də öz təşəkkürümü bildirirəm. Bu tədbirdə dini qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin müdir müavini Ceyhun Əliyev iştirak etdi və çox gözəl də çıxış etdi, çox gözəl müvafiqdir. Bunun çıxışından gənclərimiz çox bəhrələnir, vətənpərvərlik ruhunda onlar böyüməyə can atırlar. Ceyhun müəllimdən sonra İlşad müəllim çıxış elədi. İlşad müəllim də uşaqları bir daha vətənpərvər olmağa çağırdı. Yəni, dini radikalizmə qurşanmaq nə kimi bəlalar verdiyini onlara açıq sübutlarla İraq müharibəsini, Suriya müharibəsini göstərdi. Bu balalar, körpə balaların bombardımandan sonra nə vəziyyətdə olduqlarını Ceyhun müəllim göz yaşlarınla elə bil ki, danışırdı. Bütün bunlar uşaqlarda istər-istəməz bir həyəcan təbili çalır ki, yəni biz vətənimizi necə sevməliyik? Bu vətən bizim çiyinlərimiz üzərində qurulmalıdır. Gələcəyin biz vətəndaşları elə yetişməliyik ki, vətən bizimlə fəxr eləsin. Aprel döyüşlərində bizim gənclərdir da, dünən məktəbdən gedən şahidlərimiz idi. Birdən-birə elə bir ab-hava yaratdılar ki, bütün Azərbaycan yox, bütün dünya bizim o gənclərə əhsən dedi. Ona görə də biz də bir təhsil işçisi olaraq məktəbdə həmişə çalışırıq, vətənpərvərlik ruhunda şagirdlərimizi tərbiyə eləyək. Həqiqətən də son zamanlarda şagirdlərdə bu meyil daha da güclənib. Həmin aprel döyüşlərində şəhid olanların dəfn mərasimində bizim qəsəbədən də olmuşdu. Burada bütün balacadan böyüyə, hamı bayraqla bir nəfər kimi qəbristanlıqda. Hər yerdə bəlkə şəkil çəkə bilən də, bilməyən də şəkillər çəkmişdilər. Qarabağ bizimdir. Pəncərəyə yapışdırırdı. Hamı evində bayraq qaldırırdı. Bütün bunlar hamısı onu göstərir ki, yəni Cənab Prezidentin bu təşəbbüsünə hamı qoşulur, səs verir, onun bütün istəklərini dəstəkləyir. Və qarşıdan ayın 26-sında konstitusiyamızda bəzi dəyişikliklərlə bağlı referendum keçiriləcək. Bu referendumda da iştirak etməyə hamı borcludur, hamı da bir nəfər kimi iştirak eləyəcək və öz sözünü deyəcək. Çox güman ki, tezliklə bizim Azərbaycanımız Ulu Öndərin dediyi kimi çiçəklənən bir respublika kimi onsuz da dünyaya səs salıb. İstər idmançılarımız, istər alimlərimiz, istər nə bilim mən, təzə-təzə elə şeylər çıxır ki, hamısı Azərbaycanlı balasıdır deyib. Dünənlər televizorda bir şey, bilmirəm, baxanınız oldu, olmadı. Deməli, Azərbaycanlı balası bizim müğənnilərdən biri kim idi? Onun oğlu İtaliyada La Scala teatrının solistidir. O kim idi? Zaur Rızayevin. Zaur Rızayevin oğlu La Scala teatrına, akademiyasına gedib özü qəbul olub və oranı da qutarıb İtalyan dilində bütün tamaşalarda baş rolda oynayır. Yəni, bu özü böyük şeydir, fəxrdir ki, Azərbaycanlı balası artıq gedib İtaliyada İtalyanı fəth edir, dünyanı fəth edir, hər yerdə gəzir.
Buna görə də biz Azərbaycanımızın arxasında dağ kimi durmuşuq, hamımız da bir nəfər kimi prezidentimizi dəstəkləyirik. Və bütün bu işlərdə bugün Dilşad müəllimin çox böyük rolu oldu, hamını bir yerə topladı və biz də öz sözümüzü dedik. Çox sağ olsun. Namik müəllim, bilir ki, ayın 26-sı referendum. Bununla bağlı fikirlərmişən, yəni hazırlıqda. Referendum, mən məntəqə sədriyəm, 28-ci məntəqə aşağıdakı məktəbdədir. Hər şey hazırlanıb, hər şey hazırdır, bülletenlər paylanıb, məktəbdə bir neçə dəfə yığıncaqlar keçirmişik. YAP təşkilatının təşəbbüs qrupu var idi. Onlar da gəlib qəsəbədə çıxış eləyib. Yəni, hamı bilir, nəyə səs verəcək, 29 maddənin hamısını biz referendum materiallarını hamıya paylamışıq, vətəndaşlara, nəinki valideynlərə, bütün qəsəbənin demək olar ki, hamısının evində var. Hamı da bilir, nəyə səs verir. Buna görə də hamı bir nəfər kimi gələcək. Çox fəxrlə bunu deyirəm ki, həqiqətən də həmişə bizim bu qəsəbədə istər prezident seçkisi, istər Milli Məclisin seçkilərində, nə bilim, o birisi bələdiyyə seçkilərində həmişə yüksək nəticələr göstərilib. Bu seçkidə də yenə həmin nəticəni göstərəcək. İnşallah. Bilirik ki, sizin məktəb elə həmişə qabaqcıl məktəblərdən biri olur. Həmçinin şagirdlərimiz, bu haqqında bizim yana məlumatlarımız da var. Yenə də sizə işinizdə, təhsilinizdə uğurlar alın. Çox sağ olun, təşəkkür edirəm. İşıq müəllim də növbəti müsahibin Müşfiqabad Qəsəbə Məscidinin dini icmasının sədri Dilşad Süleymanov yoldaşdır. Siz bugünkü tədbir haqqında öz fikirlərinizi demək istəyirik. Yəni məqsədi bugünkü tədbirin. Biz bildiyimiz kimi bizim ölkə başçımız cənab İlham Əliyevin nəzərindən Azərbaycan Respublikasının əmin-amanlığı üçün heç bir şey nəzərdən qaçırılmır. O cümlədən cənab prezidentin dəstəyi ilə dini qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış maliyyə hesabına bugün silsilə tədbirlər keçirdirik. Tədbirlərimizin əsas dini ekstremizm və məqsədlər arası vəhdət layihəsidir. Bizim bu plakatdan görüldüyü kimi. Deməli, bizim burada məqsədimiz nədən ibarətdir? Gənclərimizin maariflənməsi istiqamətində biz əlimizdən gələn işləri həyata keçirdirik və o cümlədən məktəblərdə silsilə tədbirlər, mədəniyyət evlərində, qəsəbədə, qəsəbə ətrafı kəndlərdə və o cümlədən bizim Müşfiqabad qəsəbəsindəki məsciddə silsilə tədbirlərimiz keçirilir. Heç kimdən gizli deyil ki, 2014-cü ilə qədər Müşfiqabad qəsəbə məscidində müəyyən radikal qüvvələr toplanmış, orada müəyyən mənfi fikirlərlə, mənfi işlərlə məşğul olmuşlar. Və dövlətimizin səyi nəticəsində demək olar ki, həmin radikal qüvvələr bu günləri Müşfiqabad məscidi və Müşfiqabad ətrafından təmizlənmişdir. Bunu demək olmaz ki, tamamilə təmizlənmişdir. Biz öz növbəsində öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Necə ki, bugünkü tədbirlərimiz kimi. Bu günlərim bizim qəsəbəmizdə, bugünkü gündə də fəaliyyətdə olan bəzi insanlar, bəzi başqa demək olar ki, bu günlərin azad saytlar var, necə adlandıraq, insanları yoldan çıxartmaq üçün, insanları qızıqlandırmaq üçün, saytlarda xoşa gəlməyən çıxışlarla, xoşa gəlməyən yazılarla çıxış eləyirlər, bizi bu yoldan döndərməyə çalışırlar. Amma unutmasınlar ki, bizim yolumuz Ulu Öndərin yoludur. Bizim yolumuz Cənab Prezidentin yoludur. Bizim yolumuz xalqımızın gələcəyi, xalqımızın əmin-aman yaşaması üçün biz bu mübarizəyə qatılmışıq və biz geriyə bir addım da çəkilməyəcəyik. O bəzi üzdən saytlar ki, xoşa gəlməyən, əsası olmayan, heç bir cavabdehliyin daşımadan ki, sözlər bizim ünvanımıza xoşa gəlməyən sözlər yağdırırlar. Mən belə başa düşürəm ki, vaxt gələcək, həmin saytlar öz hüquqi haqlarına çatacaqlar.
Və bugünkü tədbirdə doğru mənada çox gözəl çıxışlar oldu. Məktəb direktoru Namiq müəllimin 320 nömrəli tam orta məktəb Müşfiqabad qəsəbəsində yerləşir. Çox gözəl çıxış elədi, açılış üçün söz verdi. Ona görə biz ona minnətdarıq. Ondan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin rəis müavini Ceyhun Əliyev çox gözəl çıxış oldu, gənclərə tərbiyəvi, deməli, çox tərbiyəvi maariflənmə yolu ilə gənclərə tam aşıladı ki, radikalizm hardan başlayır, radikalizm əsas kökləri nədən ibarətdir və bu günləri gənclərimiz buna uymamalıdırlar. Gənclərimiz, dinə yönümlü gənclərimiz İslama, Quran-ı Kərimə yiyələnmək üçün bizim məscidimiz var. İnşallah məscidimizdə imanlı bizim axundumuz, imamımız, axund köməkçimiz, imam köməkçimiz var. Onlara müraciət edib, Quran-ı Kərimi oxuyub öyrənə bilərlər. Bundan əlavə bizim məscidimizin imamı Şahid Əliyevin çox gözəl çıxışı oldu. Biz onu alqışlayırıq və o da öz növbəsində yenə dini radikalizm, ekstremizmin necə deyək, kökündən necə əmələ gəlməsi və bu günlərin daha doğrusu bir-iki misal da çəkdi ki, Siriyada insanları saxlayıb maşında onlardan Quran-ı Kərim ayələrini soruşanda insan İncildən bildiyin oxumuş və onu azad buraxmışlar. Və onun həyat yoldaşı ondan soruşanda ki, sən Quran-ı Kərimdən yox, İncildən oxudun, o belə cavab vermişdi ki, onların Quran-ı Kərimdən xəbəri yoxdur. Bəli, bugün Quran-ı Kərimdən xəbəri olmayan insanlar bəzi dinlər, din pərdəsi altında gənclərimizi yoldan çıxartmağa çalışırlar. Amma biz öz növbəmizdə möhtərəm prezidentimizin bizə göstərdiyi səylər nəticəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bizə yaxından köməkliyi nəticəsində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin bizə verdiyi, bizim məscidə göndərdiyi imanlı din xadimləri sayəsində biz öz əlimizdən gələni edəcəyik. Və bugün məscidimizdə əmin-amanlığın yaradılması üçün mən yenə başda cənab prezidentimiz İlham Əliyev olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlıya, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxi, möhtərəm Şeyx İslam Allah Şükür Paşazadiyə, bizim öz rayonumuzun, yəni Qaradağ rayonu bizim üçün fərqi yoxdur. Azərbaycan bütöv Azərbaycanımızdır. Onun bizim ərazidə bildiyimiz kimi 3 rayonunun əhalisi bizim məscidə gəlirlər, dini ayinləri eşitməyə, namaz qılmaq üçün bizim məscidə gəlirlər. Əsas Qaradağ rayonudur, Binəqədi rayonudur, bir də Abşeron rayonu. Necə bizim, demək olar ki, biz çox necə deyim, 3 rayonun birləşdiyi bir sahədə yerləşir bizim məscidimiz. Bizim məscidimizdə, məscidimizin abadlaşması üçün cənab Süleyman Mikaylovun böyük köməkliyi olmuşdur, maliyyə dəstəyi olmuşdur və mənəvi dəstəyi həmişə bizim üstümüzdən əksik olmamışdır. O cümlədən Binəqədi rayonunun özünün müəyyən məscidimizə köməklikləri göstərilmişdir. Həmçinin Abşeron rayonunun biz ona görə də bütün icra başçılarımıza, cənab prezidentimizin necə deyərlər, təşəbbüsü, onun yəni ki, bütün dövlət strukturları, bütün dövlət məmurları xalqa xidmət edir. Belə bir gözəl sözü bizim icra başçıları heç vaxt unutmur. Həqiqətən onlar öz əllərindən gələn köməklikləri bizim xalqa edirlər. O cümlədən bu günlərin bizim məscidimiz, Müşfiqabad məscidi çox gözəl abadlaşıb. Demək olar ki, son tamamlama işləri gedir. Bizim məscidimizin 4 tərəfi abadlaşıb, asfalt örtüklə, giriş qapısının genişləndirilməsi, zaborların tikilməsi, əlavə otaqların yaradılması, məsciddə bugünkü günə qədər olmayan yuvat yerinin tikilib xalqın istifadəyə verilməsi, bunları saymaqla qutaran deyil. Bunu tək bir adamın, tək bir qurumun işi deyil. Bu, ümumiyyətlə, Böyük Azərbaycanın və onun böyük dahisi,
böyük öndəri, ulu öndəri, düzgün yol göstəricisi, mərhum prezidentimiz, o bizim düzdür, söz əsnasında deyilik mərhum prezidentimiz, amma bir insan ki, bütün Azərbaycanlıların qəlbində yaşayır, deməli o ölməz prezidentimiz demək olar. Ölməz prezidentimiz Heydər Əliyevin göstərdiyi yolda, davamçısı İlham Əliyevin bizə göstərdiyi səylər nəticəsində biz əlimizdən gələni edirik, etmişik və edəcək də daha da bundan yaxşı çalışıb gənclərimizin düzgün maariflənməsində. Əgər dindar olub, dinə xidmət edirlərsə, onların düzgün dini qavramasında, qəbul etməsində biz əlimizdən gələni edəcəyik. Bir də sonda mən qeyd eləmək istəyirəm ki, bugünkü bizim tədbirimiz çox bir gözəl günə səyahət eləmişdir. Yəni, bu günlərin ölkəmizdə konstitusiyada müəyyən dəyişikliklərlə əlaqədar Cənab Prezidentin təşəbbüsü ilə referendum keçirilir. Hamımız bilirik, ayın 26-sında referendum keçiriləcək. Biz silsilə yığıncaqlarda referendum üçün yenidən xalqla bir yerdə olmuşuq. Xalqın bir sözü var. Biz referenduma hə deyəcəyik. Doğrudan da Cənab Prezidentin uğurlu siyasəti, tutduğu yol hamımızın ürəyindəndir. Bəli, bəzi insanlar var, bəzi saytlar var, bəzi xoşa gəlməzlər var. Üzdə bir cür deyir, arxada bir cür hərəkət edir. Bizim üzümüz necədirsə, arxada da hərəkətimiz ondan ibarətdir. Biz Cənab Prezidentin ətrafında sıx birləşmişik, birləşirik və birləşəcəyik. Onun siyasətini, ulu öndərin qoyduğu yolu davam edəcəyik və İlham Əliyev cənablarının siyasətini dəstəkləmişik, dəstəkləyirik, dəstəkləyəcəyik. Çox sağ olun, minnətlar.